bir sənətkar qonaq tapmışam. İnan ki, əlindən hər şey gəlir də. Bax, sənin üçün ondan balon almışam, içi qatıq dolu. Şirniyyat, qabda şirniyyat dolu almışam. Özümə də qəşəng jilet almışam. Əsas özünü almışsa, özünü unutmamışsa. Mən də burada bir çanta bəyənmişəm, çox güzel. Onu da mən aldım da. Elə, bax, papaqla da uyğundur. Hə, gözəl. Biraz istidir, elə tam fəsli gəlir deyə düşünürəm. Bunların çox gözəldir və yemək zad daşıyanda qəşəng isti saxlayır. Hə? ağlım fikrin ancaq yeməkdə olsun gəlin. Əziz tamaşaçılar, baxın bu gözəl əl işlərlə birlikdə başlayırıq hal-hazırda efirimizin davamına. Çünki bu gözəl əl işlərini yaradan məhz keçədən istifadə edərək gözəl çantalar, papaqlar, Kənanın əlində gördüyünüz müxtəlif vasitələr üçün istifadə edəcəyiniz o qutu kimi olan və bu yəqin ki, sırf qatıq üçün olmaz deyə düşünürəm. Yox, məncə dekorativ xarakter daşıyır. Çünki gözəlliyi imkan vermir ki, bunu işlətməyəsən. Amma jiletdə yaraşır sənə, qəşəngdir. Təşəkkür edirəm, özüm bəyənmişim. Nə gözəl. Rəngi biraz elə bir ki, nəsə uyğun olmadı amma. Paxıllıqdan deyirsən, bilirəm, amma qonağımızı təqdim eləyək tamaşaçılara. Bu gözəlliyi bizə təqdim eləyən. Bəli, sahibini qeyd edək ki, qonağımız Kürdəmir rayon Mədəniyyət Mərkəzinin Bacarıqlı Əllər Dərnəyinin rəhbəri keçəçi rəssam Yenigül Həsənovadır. Əlbəttə ki, qədim məişət mədəniyyətinə aid olan keçəçilikdən danışacağıq. Gördüyünüz kimi üzərimizdə olan bu gözəl əl işlərindən xalqımızın mədəni tarixində xüsusi yer tutmasından, əlbəttə ki, keçə nümunəsinin və hazırlanmasından da danışacağıq. Yengül xanım, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Necəsiz? Xoş günlərinizə gələk inşallah. Çox sağ olun. Biz yaxşı, sizlər yaxşı olun. Artıq yeni bir ənənə yaranıb ki, könül. Yeni deyil, əslində sadəcə bu ənənə davamlı xarakter alıb ki, regionlarımızdan da studiyamıza dəyərli sənətkar qonaqlarımız təşrif buyurur. Xoş gəlmişsiniz siz də. Kürdəmirdən gəlirsiniz. Salam göndəririk bütün regionlarımıza. Və buyurun, əl işləri gözəldir, maraqlıdır. Yəqin ki, bunun hazırlanma prosesi gözəlliyi kimi biraz da qəlizdir, çətindir. Biraz çətindir. Həm də biraz dərin sirləri var bunun. Nədir o dərin sirləri? Yunlarımız burada belə deyək, didilir, hazırlanır. Bilirsiniz də, təbii qoyun yunundan hazırlanır bunlar. Onlar təmizlənir və xüsusi təbii rənglərə salınır. Yenə də qurudulur. O yunları, həmən qurulmuş yunlar. Təbii rəng deyəndə nəyə nəzərdə tutulur? Məsələn, torpaqdan, yarpaqdan, güllərdən, süni boyadan istifadə olunmur. Sadəcə onlarla, təbii boyalarla. Misal üçün, bu rəngləri necə əldə eləmişsiniz? Göy, qırmızı, yaşıl. Məsələn, o xüsusi otlar varsa, hansı rəng istəyir?